Dolu yoxsa Xoca? Dolu daha yaxşıdır. Dolu yoxsa Çölçü? Dolu daha yaxşıdır. Mən Dolunu daha bəyənirəm. Dolu yoxsa Əlvida Şmit? Əlvida Şmit çox da bilinmir, amma qəşəng filmdir, amma mən Dolunu seçirəm. Dolu yoxsa Sülhün Səfiri? Dolu ilə davam eləyək. Dolu yoxsa Yarımçıq Xatirələr? Bax ki, yaxşı filmdir bu. Bu arada rejissorlar ikisi də yenə İlxan Cəfərovdur rejissor, amma Yarımçıq Xatirələr. Yarımçıq Xatirələr yoxsa Sahə? Yarımçıq Xatirələr. Yarımçıq Xatirələr yoxsa Aktrisa? Aktrisa maraqlıdır dedektiv olaraq, amma Yarımçıq Xatirələrlə davam eləyək. Yarımçıq Xatirələr yoxsa Buta? Fərqli bir filmimizdir. Mən Butanı izləməyi tövsiyə edirəm. Buta. Buta yoxsa Mahmud və Məryəm? Mahmud və Məryəm pisdir. Yəni çəkiblər, amma Allah əfv etsin, heç xoşuma gəlmədi. Ona görə Buta. Buta yoxsa Axınla Aşağı? Axınla Aşağı gözəldir. Axınla Aşağı. Axınla Aşağı yoxsa Axırıncı Dayanacaq? Axırıncı Dayanacaq Fikrət Əliyevin filmidir. Belə çox böyük aktyorlarımız filan oynayır. Hətta Fuad Poladov da oynayır, amma çox bərbad filmdir. Ona görə Axınla Aşağı. Axınla Aşağı yoxsa Qırmızı Bağ? Qırmızı Bağ. Qırmızı Bağ biraz izləyəndə çətindir anlamaq, amma çox qəşəng filmdir Qırmızı Bağ. Qırmızı Bağ yoxsa Üçüncü Günün Adamı? Qırmızı Bağ təbii ki. Üçüncü günün adamı da qəşəng filmdir amma. Qırmızı Bağ yoxsa Mövsümün Sonu? Mövsümün sonu YouTube-da filan yoxdur. İnsanlar da izləyə bilmirlər. Yaxşı, maraqlı filmimizdir, amma Qırmızı Bağ. Qırmızı Bağ yoxsa Xənnaz? Xənnas maraqlı, qorxu janrında olan filmdir, amma Qırmızı Bağı mən üstün görürəm. Qırmızı Bağ yoxsa Nabat? Çətin bir seçimdir. Olsun Nabat. Nabat yoxsa Nar Bağı? Axınla Aşağı, Nabat, Qırmızı Bağ və Nar Bağı bu filmlər çox yaxşı filmlərdir. Azca fərqlə mənə elə gəlir ki, Nabat daha yaxşıdır, amma Nar Bağı da çox gözəl bir filmdir. Xüsusilə orada Qurban İsmailov möhtəşəm oynayıb. Səncə bu filmlər niyə az tanınır? Çünki bu filmləri televiziyalar pul verib almaq istəmir, asana qaçırlar. Pul verin, alın, insanlar izləsin, xəbərləri olsun. Onsuz da YouTube-da da izləyirlər, amma televiziyada nə qədər çox göstərsələr, o qədər xəbərdar olacaq insanların, görəcəklər ki, nə yaxşı filmlərimiz var.